eləyirik. Azərbaycan geoloji quruluşuna aid xüsusiyyətləri müəyyən edin deyir. 1-də yazılıbdır ki, Kür-Araz ovalığında 4-cü dövrün vulkanik süxurları yayılmışdır. Kür-Araz ovalığında bəli 4-cü dövrün süxurlarıdır uşaqlar, amma vulkanik süxur deyil. Vulkanik süxur Azərbaycanda 4-cü dövrün Qarabağ vulkanik yaylasında yayılıbdır. Kür-Araz ovalığında bəli 4-cü dövrdür, amma 4-cü dövrün çökmə süxuru yayılıbdır. Buna görə də birinci ifadə səhvdir. İkinciyə keçirəm. Zəngəzur Talış dağlarında paleogen yaşlı süxurlardır. Bəli, paleogen yaşlı süxurlar xüsusilə testlərdə Zəngəzurla Talış düşür. Ona görə bunu xüsusi yadda saxlayırsınız. 3-də deyir, Qusar mahalə düzənliyi Mezozoy yaşlı süxurları. Ağzımızda düzənlik deyiriksə, düzənliklərdə Mezozoy yaşlı süxur olmur. Ona görə 3 ifadəsi getdi. Şərur Ordubad düzündə Proterozoy erasının süxurları yayılmışdır. Uşaqlar, bizdə ümumiyyətlə Proterozoy, arxey süxurları yoxdur. Ona görə 4 cavabı da səhvdir. 5-inə baxırıq, 5-ci ifadəyə. Ceyrançöldə, Qobustada neogen yaşlı süxurlara rast gəlinir. Bayaqki testdə də dediyim kimi, Azərbaycanda neogen yaşlı süxurlar xüsusilə alçaq dağlıq zonalarda və xəritədə sarı rəngdən olan yerləri götürəcəksiniz. Bura Ceyrançöl alçaq dağlığı, Acnohur alçaq dağlığı, Qobustan alçaq dağlığını götürə bilirik neogen yaşlı süxurlara. 6-ya baxıram, Qarabağ yaylasında 4-cü dövr, bax görürsünüz, vulkanik süxur bu dəfə veribdir. Bəli, Qarabağ vulkanik yaylasında 4-cü dövrün vulkanik süxuru rast gəlinir. Bu da doğru cavabdır. Bu testimizdə oldu doğru cavabımız 2, 5, bir də 6-cı cavablar. 54-cü suala baxırıq. Paleogen yaşlı süxurların yayıldığı ərazilər. Paleogen yaşlı süxurlar bayaq dediyim kimi Azərbaycanda xüsusilə götürürük Naxçıvanın Zəngəzur, Dərələyəz dağlarını, Talış dağlarını, bir də xüsusilə Böyük və Kiçik Qafqazın orta dağlıq hissəsini paleogen yaşlı süxurlar olaraq götürürük. Onda elə götürəndə paleogen yaşlı olacaq bizdə burada xüsusilə 1, 2 Zəngəzura düşən hissə. Bir də orta dağlığa biraz yaxın olan 3 olacaqdı. Əgər 3-ü bu tərəflərdə versəydi, yəni xüsusilə bu hissədə, onda neogen deyərdik. Amma biraz yuxarı verdiyinə görə paleogen götürə bilirik. Doğru cavabımız oldu 1, 2, bir də 3. Yura dövrünə aid çökmə süxurların olmadığı əraziləri müəyyən edin. Yadımıza salırıq Yuranın olduğu yerləri. Deməli, uşaqlar, Azərbaycanda Mezozoyun Yura və Təbaşir süxurları xüsusilə uyğun gəlir. Böyük Qafqazın yuxarı hissəsi, bir də Kiçik Qafqazın yuxarı hissəsi. Həmin o dediyimiz Böyük Qafqazın və Kiçik Qafqazın yuxarı hissələrinə isə, yəni uyğun gələn yerlərə isə olur rəqəmlər burada 2, 3, bir də 4. Olmadığı yerlər, bizdən olmadığı istədiyinə görə cavab götürəcəyik 1, hansı ki burada neogendir. 5, hansı ki burada Kaynazoyun 4-cü dövrüdür. Bir də 6, hansı ki demişdim ki Araz boyu düzənlikdə, bu hissədə Naxçıvanda neogen süxurudur. Olmadığı yerlər oldu 1, 5, 6. Olduğu yerlər desəydi, bu hissəni və Böyük Qafqazdan Kiçik Qafqazın yüksək hissələrini götürərdik. 56-cı suala baxırıq. Azərbaycan geoloji quruluşu ilə bağlı doğru fikirləri seçin. Kaynazoyun əvvəlində Böyük və Kiçik Qafqazın dağları ada şəklində idi. Bəli, hələ su tamamilə çəkilmədiyinə görə paleogenda hələ Böyük və Kiçik Qafqaz dağları ada formasındaydı. Azərbaycan ərazisində arxey erası, bundan qabaqki testlərdə dedim ki, Azərbaycanda nə arxey, nə də proterozoy süxurları yoxdur. Buna görə 2 cavabımız səhvdir. Talış dağlarında əsasən neogen yaşlı, xeyr, Talış dağlarımızda paleogen yaşlı süxurlardır. Talışdır, Naxçıvanda paleogen yaşlı süxurlardır, dağlıq hissələrdə. 4-cü suya baxırıq. Vaxtilə dəniz sularının altında olmuş ovalıqlarda 4-cü dövrün süxurları yayılmışdır. Bəli, ovalıqlarda 4-cü dövrün çökmə süxurları yayılmışdır. Burada söhbət Kür-Araz, Samur Dəvəçi və Lənkəran ovalıqlarından gedir ki, orada 4-cü dövrün süxurları var. 5-ciyə baxırıq. Böyük Qafqazda çökmə mənşəli süxurlar geniş yayılmışdır. Azərbaycanda uşaqlar Böyük Qafqazda çökmə süxurlar geniş yayılıbdır. Maqmatik süxurlar azdır.
Azərbaycanda ən çox tektonik qırılmalar Küraraz, Samur Dəvəçi, Lənkəran ovalığı deyir 6-da. Tektonik qırılmalar xüsusilə dağlıq ərazilərin çat zonalarında olur. Bu yazılan ərazilər isə ovalıqlar olduğuna görə tektonik qırılmalar ovalıqlarda zəif olur. Xüsusilə dağlarda çünki güclü olur. O nöqteyi nəzərlə yaxınlaşanda 56-cı sualımızda doğru cavab 1, 4, 5 olacaqdır. 1, 4, 5 olacaq.